İnsanın öz öyrənmə yolu, strategiyaları, metodları bununla bağlıdır. Və 3 əsas tərkib hissəsi var. 3 əsas tərkib hissəsi var. Hansılardır? Birinci, özünü monitoring, ikinci, özünü tənzimləmə və üçüncü də özünü qiymətləndirmə. Yəni biz öz bacarıqlarımızdan, potensialımızdan, öyrənmə yollarımızdan agah olmaq üçün nə etməliyik? Birinci, özümüzü monitoring eləməliyik. Yəni monitoring nədir? Yox, izləməkdir monitoring. Sadəcə izləyirəm, monitoring aparıram. Öz fəaliyyətimi izləyirəm. Birinci bunu etməliyəm. Sonra öz hisslərimi, fəaliyyətimi nə etməliyəm? Tənzimləməliyəm əlbəttə ki. Tənzimləmə aparmalıyam və ən sonunda da öz fəaliyyətimi qiymətləndirməliyəm yəni. Bu şəkildə mən öz bacarıqlarımdan, potensialımdan agah ola bilərəm. Özümü tanıya bilərəm. Öz öyrənmə yollarımı daha yaxşı bilərəm. Yəni bu o qədər asan bir mövzudur ki, testlərdə yəni sizə misal üçün deyəcək ki, metakognitiv bacarıqlar mövzusunda, metakognitiv bacarıq nədir? Seçin. Baxacaqsınız orada. Əgər özü ilə bağlı, öz öyrənmə yolu ilə bağlı nəsə varsa, deməli metakognitivdir. Yox, özü ilə bağlı deyilsə, sadəcə mövzu ilə bağlıdır və ya yoldaşları ilə bağlıdır, başqaları ilə bağlıdırsa, bu olacaq artıq nə? Metakognitiv olmayacaq yəni. Metakognitiv sırf özü ilə bağlı olanlardır. Belə. Gəlin baxaq görək özünü monitoring nədir? Yəni birinci komponent adlanır özünü monitoring. Özünü monitoring ümumilikdə 3 hissəyə bölünür. Müşahidə, agah olmaq və rəy. Özünü monitoring tapşırıq zamanı insanın hərəkətlərini, davranışlarını və idraki proseslərini müşahidə edib izləməsidir. Yəni mən öz fəaliyyətimi, davranışımı izləyirəm. Hər bir insan bunu bacarmalıdır. Nəinki öyrənmə prosesində, hər yerdə, işdə də, həyatda da mən özümə bir kənardan baxıb nəticə çıxarmağı bacarmalıyam ki, görün mən burada necə fəaliyyət göstərirəm. Özümü monitoring etməyi bacarmalıyam. Burada mən nə özümü nəzarətdə saxlamağa çalışmıram, nə də ki özümü qiymətləndirməyə çalışmıram. Sadəcə nə edirəm? İzləyirəm burada. Hələ birinci addımdır. Özünü monitoring 3 əsas hissədən ibarətdir. Baxın. Müşahidə, agah olmaq və rəy. 1. Müşahidə, 2. Agah olmaq, 3. Rəy. Bunlar nədir? Müşahidə ilə özünü yenə də izləməsidir şagirdin. Yəni fəaliyyətinə baxmasıdır ki, mən nəyi necə edirəm. Agah olmaq artıq həmin prosesdə, yəni izləyirəm fəaliyyətimi. Nəyi bilib bilmədiyimdən agah oluram. Ki mən bu mövzuda məsələn nəyi bilirəm, nəyi bilmirəm. Bu adlanır agah olmaq. Və rəy nədir? Rəy başqalarına rəy vermək deyil burada. Rəy sənin özünün başqalarından rəy almağındır. Biz özümüz öz fəaliyyətimizi kənardan görmürük. Buna görə də nə etməliyik bəzən? Kənardakı insanlardan öz fəaliyyətimizlə bağlı rəy almalıyıq. Məsələn, müəllimlərimdən ala bilərəm, valideynlərimdən ala bilərəm, yoldaşlarımdan ala bilərəm və s. Məni kənardan izləyən insanlardan rəy ala bilərəm. Misal üçün, müəllimim deyəcək ki, sən tapşırıq işləyəndə çətin bir tapşırıq qarşına çıxan kimi tez ruhdan düşürsən. Mən artıq orada nə edəcəm? Özümü tanımış olacağım ki, əslində belə olmalı deyil, mən ruhdan düşməməliyəm, çalışmalıyam. Və ya evdə valideynim mənə deyəcək ki, sən evdə dərs oxuyanda səsindən evdə oturmaq olmur. Yəni ucadan oxuyursan. Artıq mən bəlkə bu günə qədər onun fərqinə varmamışdım. Fərqinə varacam ki, mən səsli oxuyanda daha yaxşı yadımda qalır. Deməli, səsli oxumaq mənim bir öyrənmə xüsusiyyətimdir. Və yaxud da anam deyəcək ki, sən evdə oxuyanda nəsə hərəkət gəzirsən ancaq, hərəkət eləyirsən. Mən artıq biləcəm ki, deməli, hərəkətli öyrənmək mənim bir öyrənmə yolumdur. Ki, hərəkətli öyrənəndə daha yaxşı yadımda qalır. Yəni, kənardakı insanlardan rəy almaq həm də açıq düşüncəli olmağın xüsusiyyətidir. Qapalı düşüncəli insanlar rəy almaqdan çəkinir həmişə. Çünki başqalarının gözündə zəif görsənməkdən qorxur. Başqalarının fikirləri onlar üçün önəmlidir. Rəy almaq özü də bir açıq düşüncəli olmaqdır ki, mən hər hansı bir fəaliyyətdən başqalarının fikirlərini alıram ki, öz səhvlərimi görüm və aradan qaldırım. Rəy də budur yəni. Şagird öz fəaliyyəti ilə bağlı kənardakı insanlardan rəy alacaq. Deməli, birinci özünü izləyir, öz fəaliyyətlərindən agah olur, nəyi bilib bilmədiyini və başqalarından da özü ilə bağlı rəylər alır. Bu olur özünü monitoring. Aydındır? İkinci gəlir özünü tənzimləmə. İkinci komponent. Özünü tənzimləmə insanın məqsədə çatmaq üçün öz idrakını,
emosional vəziyyətini və davranışını artıq nəzarətdə saxlayıb idarə eləməsidir. Yəni mən öz hisslərimi, öz fəaliyyətimi, özünü monitorinqdə gördüm, baxdım, bildim. Artıq idarə etmədə nə edirəm? Tənzimləyirəm. Ki, nəyi necə etməliyəm? Özünü tənzimləmədə birinci addım adlanır məqsədin müəyyən edilməsi. Məqsədin müəyyən edilməsi nədir? Yəni biz qarşımıza bir məqsəd qoymalıyıq. Bir iş icra edərkən və o məqsəd necə olmalıdır? Dəqiq aydın olmalıdır ki, mənim məqsədim nədir? Yəni məqsədimi dəqiq aydın düzgün bilməliyəm. İkincisi, müəyyən qədər çətin olmalıdır. Amma belə bir söz var, deyir, sənin məqsədin nə qədər böyükdürsə, addımların da bir o qədər böyük olacaq. Qarşına kiçik bir məqsəd qoymusansa, ora qədər gedəcəksən. Məsələn, məqsədin əgər sənin 500 manat qazanmaqdırsa, gedəcəyin yol da 500-ə qədər gedəcək. Ondan o tərəfi bir çox hallarda gedə bilməyəcəksən. Yox, əgər məqsədin 1500-dürsə, addımların 10-a qədər böyüyəcək. 5000-dirsə 10-a getməyə çalışacaqsan. Buna görə də məqsəd, qarşıma qoyduğum məqsədim nə qədər çətin olsa və belə deyək də, böyük olsa daha doğrusu bir o qədər yaxşıdır. Amma bir şeyə diqqətli olmaq lazımdır ki, əldə edilə bilən bir məqsəd olsun. Yəni yatıb yuxuda gördüyüm bir şeyi mən artıq qarşıma məqsəd kimi qoymayacağam. Baxacağam, ölçəcəm, biçəcəm ki, həqiqətən mən bunu bacara bilərəmmi? Öz potensialım və potensialımdan biraz çətin məqsəd qarşıma qoyacağam ki, qoy biraz da əziyyət çəkim, ona doğru getməyə çalışım. Çünki insan çətinliklərlə qarşılaşdıqca inkişaf edir. Bu hər yerdə belədir. Həyatda da belədir, öyrənmə prosesində də belədir. Əgər siz bugün ancaq asan tapşırıqlar üzərindən işləsəz, inkişaf eləməyəcəksiniz. Hətta geri getdiyinizin şahidi ola bilərsiniz ki, siz gedib imtahanda daha aşağı nəticə göstərəcəksiniz. Yox, əgər çətin tapşırıqlar üzərində işləsəz, hər gün yeni nəsə öyrənəcəksiniz. Hər dəfə yeni nəsə qazanmış olacaqsınız və siz asan tapşırıqları da daha rahat etməyi bacaracaqsınız. Məqsəd budur. İkinci planlaşdırma gəlir. Qarşımıza məqsəd qoyandan sonra nə etməliyik? İşimizi artıq o məqsədə getmək üçün bir plan qurmalıyıq. Planımız da əlbəttə ki, bizim məqsədimizə uyğun olmalıdır. Plan qurmadan mən əgər bir işi icra eləsəm, sonda uğurlu da olsa, uğursuz da olsa bir o qədər də faydalı olmayacaq. Deyir, baxın, planlı iş, yəni planlı görülən bir iş, sonda uğursuz olsa belə sənə nəsə qazandırır. Uğursuzluğa düçar olsan belə, əgər bir işi planlı görmüsənsə, sən nəsə qazanırsan orada. Yox, əgər plansız görmüsənsə, bu o qədər də uğurlu deyil. Planlı fəaliyyət deyir, nəticənin necə olmasından asılı olmayaraq həmişə faydalıdır. Üçüncü, emosional tənzimləmə adlanır. Mən qarşıma məqsəd qoydum. O məqsədə çatmaq üçün plan qurdum. Planımı reallaşdırarkən nə ola bilər? Qarşıma çətinliklər çıxa bilər, maneələr çıxa bilər. Emosional tənzimləmə odur ki, sən artıq həmin maneələri aşmağı bacarırsan və o çətinliklər zamanı ruhdan düşmürsən. Məsələn, dərs oxuyanda olurmu? Ruhdan düşürsünüz. Əsəbləşirsiniz, çətinlik çəkirsiniz, oxumaq istəmirsiniz. Bu hamıda olur yəni. Hər kəsdə olur. Hamı bu hissləri yaşaya bilər. Yorula bilər, çətinliklə qarşılaşa bilər və s. Amma kimlər uğur qazanır? O çətinliyin öhdəsindən gələn, onu həll etməyə çalışanlar uğur qazanır. Yox, əgər sən o çətinlik zamanı atıb getsən, əlbəttə ki, o zaman nə olacaq? Uğursuz olacaqsan. Emosional tənzimləmə budur. Deyir, məyus olanda öz məyusluğunu aradan qaldırmağı bacar. Özünü bir həvəsləndir. Yəni də insan bu həyatda ən çox onun uğur qazanmasına sevinən elə özüdür birinci. Və uğura gedən yolda da elə birinci özü neynəməlidir? Əziyyət çəkməlidir və s. Ona görə də sən bunları özün eləməlisən. Məyusluğun varsa, o məyusluğunu aradan qaldırmağa çalışmalısan. Çünki bu sənin necə deyək? Kişilər demiş, kaderindir yəni. Gedirsən, sən bunu eləməlisən. Başqa bir yolun varsa, get başqa yolla məşğul ol da. Daha niyə burada özü öldürürsən? Düzdür? Deməli, sənin seçimin budur. Həm seçimindir, həm də bəzən məcburiyyətindir. Və insan da getdiyi işdə, gördüyü işdə, əgər bir həvəsi, bir marağı, bir istəyi yoxdursa, o oradan zövq ala bilmir. Zövq almayanda da həyatı məhv olur gedir. İnsanın həyatının bir 80% onun iş həyatına gedir. 20% şəxsinə qala ya qalmaya da. Yəni, hamımız pul qazanmaq üçün çalışırıq bütün günü. Deməli, biz bu yolda o qədər həvəsli, motivasiyalı, istəkli olmalıyıq ki, həyatımızda maraqlı olsun. Yox, əgər mən gəlib bütün günü işdə burnumu sallayıb, Lordlə desəm, otursam,
Təbii ki, maraqsız olacaq mənim üçün hər şey. İşə getməyə məcbur olsam, mən ora getmək istəmirəm. Əşi, yatmaq istəyirəm. Təbii ki, maraqsız olacaq. O həyat mənim həyatım maraqsız olacaq. Bu səbəbdən də hisslərimizi idarə etməyi bacarmalıyıq. Özümüzdə bir həvəs yaratmaq, motivasiya yaratmağı da bacarmalıyıq. Belə, dördüncü komponent nədir burada? Dördüncü addım, bu da emosional tənzimləməyə aiddir, uyğunlaşdırma. Uyğunlaşma isə artıq alınan rəylər, dəyişən şərtlər əsasında öz strategiyalarını insanın uyğunlaşdırmasıdır. Yəni, mən artıq baxıram ki, bayaq qurduğum plan işə yaramadı. Yeni bir strategiya müəyyənləşdirəcəm özüm üçün. İnsanların etdiyi ən böyük səhvlərdən biri də budur. Məqsədə gedən yolda əgər uğursuzluğa düçar olursa, məqsədindən əl çəkir. Bu, özgüvənsiz və zəif insanlara məxsus bir haldır ki, sən məqsədindən əl çəkirsən. Məqsədindən əl çəkmə. Planını dəyiş, strategiyanı dəyiş. Yəni, sən deməli, ora düzgün yolla getməmisən. Düzgün şəkildə çalışmamısan, həm düzgün addımlamamısan. Planını dəyiş, yeni bir plan qur və işinə davam elə. Aydındır? Uyğunlaşmaq da budur. Uyğunlaşdırırsan. Və ən sonuncu burada özünü qiymətləndirmədir. Özünü qiymətləndirmədəki adından məlum, öz fəaliyyətini qiymətləndirirsən, mühakimə eləyirsən, nəyi necə etdiyinlə bağlı və ən sonda da refleksiya edirsən. Refleksiya isə artıq sənin nəinki nəyi öyrənib, nəyi öyrənmədiyini, həm də təkmilləşdirməli olduğun hissələridir ki, sən artıq refleksiya eləyəndə baxırsan, qiymətləndirmə apardın, öz fəaliyyətini mühakimə elədin, qiymətləndirdin ki, nəyi düz, nəyi səhv eləmişəm. Artıq oradan bir nəticələr çıxarırsan ki, deməli, mən nəyi təkmilləşdirməliyəm, nəyin üzərində işləməliyəm. Çatışmazlığımı da aradan qaldıracam, yəni. Bu da olacaq refleksiya. Belə, deməli, metakognitiv bacarıq 3 hissəyə bölündü. Özünü monitoring, özünü tənzimləmə və özünü qiymətləndirmə. Özünü monitoring özü də 3 hissəyə bölündü. 1. Müşahidə, 2. Agah olmaq, 3. Rəy almaq. Özünü tənzimləmə 4 yerə bölündü. 1. Məqsədin dəqiq müəyyən olunması, 2. Planlaşdırma, 3. Emosional tənzimləmə, 4 də uyğunlaşma. Özünü qiymətləndirmədə 2 yerə bölündü. 1. Qiymətləndirmə, 2. Refleksiya. Bunlar sizə əzbər şəkildə, bu hansı mərhələdir deyə bir sual düşməyəcək. Mahiyyət lazımdır sadəcə. Baxın, mən sizə niyə bunları belə geniş şəkildə izah edirəm? Onları əzbərləyin də deyə bilərəm. Çünki onlardan sizin nə sırasını soruşmayacaqlar, nə bu hansına aiddir onu soruşmayacaqlar. Sadəcə sizdən istənilən nədir? Metakognitiv bacarıq nədir onu biləsiniz, ümumi şəkildə anlayasınız. Ki, insan öz məqsədini müəyyən etməsidir, öz strategiyasını qurmasıdır, yeri gələndə planını dəyişməsidir, özünü qiymətləndirməsidir. Budur yəni. Bunu bilirsinizsə, testlərdə məntiqlə rahat işləyə biləcəksiniz təbii ki. Məsələn, gəlin nümunə olaraq baxaq. Bir neçə test nümunəsinə baxaq sizinlə. Baxın, burada, məsələn, burada 6 nömrəli sualda deyir, aşağıdakı situasiyada şagirdin metakognitiv bacarığının inkişafa ehtiyac olduğu görünür. Yəni, hansında metakognitiv bacarığı yoxdur, onu axtarırıq. Buyurun, düşünün. Bir variant seçin. Aha, hamı seçsin öz variantını. D düşünürsünüz hamınız. Nəyə görə, nəyə əsasən? Bəli, öz strategiyası yoxdur. Yoldaşının strategiyasından. Deməli, cavab D. Gördünüz, asan. Yəni, burada çətin heç nə yoxdur. Sonra 7. Metakognitiv bacarıqlarla bağlı hansı fikir yanlışdır? Yenə onunla bağlı yanlış axtarırıq. Hansı? Y. Hamı öz variantını seçsin, görək siz nə düşünürsünüz? Y. Bəli, Y variantıdır.
Bəli, baxın ümumiyyətlə dərsin əvvəlində bəli, qiymətləndirmə olmur. Maksimum diaqnostik qiymətləndirmə ola bilər, bölmənin əvvəlində falan. O da ki, yəni şagirdin bilik bacarığını üzə çıxarır. Onun öz metodlarını üzə çıxarır, metakognitiv bacarıq üzə çıxarmır yəni. Buna görə də deyir ki, müəllim dərsin əvvəlində müxtəlif tipli tapşırıqlarla şagirdlərin diqqətini cəlb edib. Onlarda özünü qiymətləndirmə bacarığı. Diqqəti cəlb eləməkdə açıq tipli sual verir, uşaqlarda bir həvəs, motivasiya yaranır. Amma orada onların metakognitiv bacarığını üzə çıxara müəyyənləşdirə bilməyəcəyik artıq. Buna görə cavab Y-dir. Yəni digərlərində baxanda görürsünüz ki, hamısında nə var? Deyir ki, başqalarının verdiyi rəyin faydası var. Bayaq dediyimi başqalarına rəy almaq. Düzdür, bunu çıxdıq. Sonra davranışını nəzarətdə saxlamaq. Bunu da dedik mi? Tənzimləmə. Bunu da çıxdıq. Sonra həssas situasiyalarda davranışını izləyir, müşahidə edir. Bu da deyir ki, izləyir, müşahidə edir. Və burada da sosial bacarıqların inkişafına təsirini müəyyənləşdirir də, özü edir bunu da. Bunları çıxandan sonra bu cümləni başa düşməsəz belə, yəni variant çıxanda E variantı onsuz da qalır. Aydınmı? Belə. Sonra burada cəmi azdır, test çox deyil. Baxaq birinə də baxaq, sonra keçək inklüziv təhsilə. Deyir ki, sinifdə iki şagird arasında münaqişə baş verir. Müəllim dərsdən sonra onlara təhlikdə davranmaq, danışmaq və münaqişəni həll etmək üçün şərait yaradır. Şagirdlərə duyğularını və düşüncələrini dərk etməyə və qarşı tərəfin mövqeyini dəyərləndirməyə yardım edir. Bu, onlara daha effektiv ünsiyyət və münaqişənin həlli strategiyalarını müəyyən etməyə imkan verir. Situasiyaya əsasən müəllimin məqsədi ilə bağlı hansı fikir doğrudur? Müəllim nə eləmək istəyir orada? D. Bəli, məlum məsələ. Müəllimin etdiyi odur ki, onlarda özlərini tanımanı, özlərinin hisslərini idarə etməni formalaşdırır. Bu da olacaq metakognitiv düşünmə. Aydındır?